15%-də 3 il qaldım. Sonra dedim, bir dəfə məni çağırdılar içəri. Şikayət getmişdi içəri. Bir dəfə o artıq mənə təkan oldu. Və 3 il mən direktor oldum. Bir dəfə mən gördüm ki, insanlar Kanar adalarından gəliblər. Ondan qabaq da cəmaat gedib gəlirdi. Amma mən görmürdüm. Amma bir dəfə görə bildim. Və bir dəfə mənə qıcıq gəldi ki, mən niyə getmirəm xaricə? O bir dəfələr sizin həyatınızda tez-tez olarsa, sizin biznesinizin onurğası düzələcək. Bir dəfələr. O bir dəfələr də göz açıq olmaqdan irəli gəlir. Gözünü gərək aça biləsən. Bu işə gəlişi, qoşulması bir dəfə hansısa bir hadisədən sonra olub, hansısa bir səbəbə görə olub. Qeydiyyatın başqa bir də var, biznesə ciddi baxmağa başlamaq. O da yenə havaqsı olub.